Adəm gələcək olanı ikinci gələn Məsihi təmsil edir. Bəs Adəmin arvadı Həvva kimi təmsil olunur? Təbii ki, Həvva ikinci gələn Məsihin, Adəmin arvadını təmsil edir. Bəs Həvva hansı rolu oynayır? Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. Həyatı yalnız Tanrı verə bilər və Həvva adının mənası canlı, başqa sözlə həyatdır. Çünki bəşəriyyət axır zamanlarda zühur edən Həvva vasitəsilə əbədi həyata qovuşacaq. Məsih Han Sang-Kong bizə öyrətdi ki, müqəddəs ruh dövründə Məsihin arvadı kimi görünən sonuncu Həvva ana Tanrını təmsil edir. Altıncı gün Tanrı ev heyvanlarını və vəhşi heyvanları yaratdı və Adəmlə Həvvanı ən sonunda yaratdı. Müqəddəs kitab deyir ki, Adəm gələcək olanın nümunəsi idi. Həmçinin deyir ki, birinci Adəm yerin tozundan, sonuncu Adəm isə göydəndir. Vəhin 22-ci fəslinin 17 ayəsində son Adəm və Həvva ruh və gəlin adlanır. Məsih Han Sang-Kong bizə şənbə günündən əvvəl yaradılmış və bütün heyvanlar üzərində hökmranlıq etmək səlahiyyətini alan Adəm və Həvvanın ruh və gəlin haqqında peyğəmbərlik kimi xidmət etdiyini öyrədib. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Yuxarıdakı peyğəmbərlik göstərir ki, 1900 il əvvəl gələn ikinci Adəm olan isə son günlərdə yenidən bədəndə gələcək və bütün heyvanlara rəhbərlik edəcək. Məsih Han Sang-Kong bizə öyrədib ki, xilas ediləcək müqəddəslər heyvanlar, xilaskarlar olan ruh və gəlin isə Adəm və Həvvadır. Başqa sözlə, sonuncu Həvva xilaskarımız olan göylərin anasıdır. Tanrı son dəfə canlıları, ev heyvanlarını, vəhşi heyvanları və Adəmlə Həvvanı yaratdı. Adəm gələcək olanın nümunəsidir. Sonuncu Adəm və Həvva ruh və gəlini təmsil edir. Son gündə ruh və gəlin zühur edib bütün heyvanlara rəhbərlik edəcək. Zəhmət olmasa ruhdan və gəlindən, müqəddəs ruhun son dövründə zühur etmiş Adəm və Həvvadan həyat suyunu qəbul edin və əbədi həyatın nemətindən həzz alın.